Aydın çox yaxşı şair idi və mən düşünürəm ki, Xırdalan şəhərində Hüsnü Mübarəkin heykəlinin ki, Xırdalan şəhərində Hüsnü Mübarək Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin heykəli var idi. Əvəzinə Aydın Xırdalanlının heykəli ola bilərdi. Biz adamın şəxsi həyatında olan problemləri qoyuruq kənara. Amma adam həqiqətən yaxşı şair idi. Həqiqətən. Biz şair Heykəl qoyulmayan o qədər adam var müəllim. Yo, mən Xırdalan misalını deyirəm. Xırdalandan nə qədər şair yetişir də. Yəni nə qədər Azərbaycan poeziyasına, söz sənətinə töhfəsi oldu. Mən lokal olaraq düşünürəm. Masazırda Əliağa Vahid küçəsi var. Masazırda qalıb Əliağa Vahid. Masazırda Əliağa Vahid küçəsində sən başa düşürsən ki, Əliağa Vahidə layiq deyil bu küçə. Vəsiyyətim sənə aydın öləndə, o əsərsən keçib diləsən şair. Vəsiyyət edirəm elə